Salam, hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyi səhifə 66-da olan dinləmə mətni, metropoliten mətninin izahlarını paylaşacağım sizlər üçün. Səhifə 66 və 67-ni əhatə edəcək bu izahlarımız. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu tipli videolardan faydalanıla bilərsiniz. Eyni zamanda bu videonun açıqlama hissəsində dinləmə mətnimizin yazılı formasını qeyd edəcəm. İlk rəydə, həmin rəydən də dinləmə mətnini özünüz oxuya bilərsiniz. Kanala abunə olun, videolarımızı bəyənin, paylaşın ki, bu tipli izahlarımızı davamlı olaraq paylaşaq. İndi isə dinləmə mətninə qulaq asaq, daha sonra tapşırıqlara başlayaq. Metropoliten. Metro öz dəmir yol xəttləri olan və piyada keçidləri ilə kəsişməyən şəhərdaxili nəqliyyat vasitəsidir. Müasir şəhərləri metrosuz təsəvvür etmək çətindir. Bugün metroda gediş-gəliş bizim üçün adiləşib. Amma keçmişdə adamların daşınması üçün yeraltı nəqliyyat ideyası qeyri-adi hadisə idi. Bəs ilk dəfə metro harada yaranıb? Dünyada ən qədim metro London metropolitenidir. 19-cu əsrin ortalarında London ciddi problemlə qarşılaşmışdı. Pişələr nəqliyyatla doluydu və şəhərdə hərəkət çox çətinləşmişdi. Şəhərlər arasında paravozlar işləyirdi. Amma onları şəhərin içində, dar küçələrdə işlətmək mümkün deyildi. Problemi aradan qaldırmaq üçün dünyada ilk dəfə olaraq metropolitenin tikilməsinə qərar verildi. Bütün tikinti işləri yerin dərinliklərində aparılacaqdı. Bunun üçün yaxşı havalandırma sisteminə ehtiyac vardı. İşlər bitdikdən sonra isə yolda təhlükəsizlik təmin edilməli idi. Bu, yeni və mürəkkəb texniki məsələlərdir. Əksər adamlar bu layihənin həyata keçəcəyinə inanmırdı. Buna baxmayaraq, London metrosu tikildi. Bu uğurlu layihə göstərdi ki, nəqliyyat sahəsində yeni ideyalar həyata keçirilə bilər. London metrosunun ilk xətti 10 yanvar 1863-cü ildə açıldı. Əvvəlcə qatarlar paravoz vasitəsilə hərəkət edirdi. Havalandırma sistemi olsa da, tunellər paravozun tüstüsü ilə dolurdu. Nəfəs almaq çətindir. Elektrikləşmiş yollar meydana çıxana qədər belə davam etdi. Bununla belə, metro milyonlarla insan üçün mühüm nəqliyyat vasitəsi idi. Metropoliten, böyük şəhərlərdəki digər nəqliyyat vasitələrindən üstün cəhətləri ilə fərqlənir. O, çoxlu sadə sərnişin daşımağa qadirdir. Metro tıxaca düşmür. Sərnişinlər vaxta qənaət edə bilirlər. Bu, metronu ən sürətli və etibarlı nəqliyyat növlərindən birinə çevirir. Metro, ekoloji cəhətdən də daha təmiz nəqliyyat sayılır. Çünki elektrik qatarları havanı zərərli tullantılarla çirkləndirmir. Bakı metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. O, keçmiş Sovet İttifaqında Moskva, Leningrad, Kiyev və Tbilisidən sonra 5-ci metroydu. Bakı metrosu şərqdə ilk metro kimi Ginnesin rekordlar kitabına düşmüşdü. Metronun Nizami stansiyası dünyanın ən gözəl 5 stansiyasından biri seçilmişdi. Mətnimizi dinlədik, gəlin DB-nin tapşırıqlarına baxaq. Deyir ki, faktları qeyd etməklə metropoliten mətnini dinləyin. Verilmiş plan əsasında informativ mətn yazın. 1. İlk metro. 2. London metrosunun açılışı. 3. Metronun üstün cəhətləri. 4. Bakı metropoliteni. Yəni, biz mətni dinləməli və yadımızda qalan məlumatlarla qısa bir informativ mətn yazmalıyıq. Gəlin, bu formada yazaq. Dünyada ilk metro London metropolitenidir. 19-cu əsrin ortalarında Londonda nəqliyyatda ciddi problemlər yaranır. Problemi aradan qaldırmaq üçün metropoliten tikilməsinə qərar verildi. Beləliklə, London metrosunun ilk xətti 10 yanvar 1863-cü ildə açıldı. Metropolitenin bir çox üstün cəhətləri var idi. Məsələn, çoxlu sayda sərnişin daşıya bilirdi, tıxaca düşmür və vaxta qənaət edirdi.
Ekoloji cəhətdən də daha təmiz nəqliyyat sayılır, çünki havanı çirkləndirmir. 1967-ci ildə Bakı metropoliteni fəaliyyətə başladı. Bakı metrosu şərqdə ilk metro kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Bu formada hər 4 plan bəndinə əsasən biz D bənd tapşırığını cavablandıra bilərik. Keçirik Y tapşırığına. Oxuduğunuz və dinlədiyiniz mətnləri müqayisə edin. Mətndəki mövzu və məzmun yaxınlığını izah edin. Y bənd tapşırığına bu formada cavab yazmaq olar. Hər iki mətndə rels üzərində hərəkət edən nəqliyyat vasitələrindən danışılır. Hər iki mətndə bu sahədə olan ilklər əsas yer tutur. Bu formada Y variantını cavablandırmaq olar. Gəlirik növbəti hissəmizə. El samiti ilə başlanan bəzi şəkilçilərin tələffüzü. 3A tapşırığı. Fərqləndirilmiş sözlərin tərkibini müəyyən edin. Nümunə: asanlaşır sözündə asan kökdür, laş, asan sifət, laş sifətdən feil düzəldən şəkilçi, indiki zaman şəkilçisi. Dərslər sözündə sözün kökü dərsdir, lər qrammatikdir. Deməli yazırıq dərs, üstə gəlinsinlər. Sonra daha qarşısına yazırıq dərs, nitq hissəsinə görə isimdir. Lərə yazırıq qarşısında ismin cəm şəkilçisi. Qısa yazdım mən, cəm şəkilçisi. Biz sanki sehirli aləmə düşmüşdük. Sehir kökdür, li leksikdir. Sehir ismindən əmələ gəlib, sehir isimdir. Li sifət düzəldən leksik şəkilçidir. Sifət düzəldən şəkilçi. Daha sonra yaxınlaşdı, yaxın kökdür, laş leksikdir, qrammatik. Yazırıq burada yaxın sifət. Daha sonra vergül qoyuruq, yazırıq laş. Feil düzəldən leksik şəkilçidir. Sifətdən feil düzəldən, yenə eyni şey yazırıq burada. Sifətdən feil düzəldən şəkilçi. Sonra D qaldı burada. Yer yoxdur deyə alt-alta yazıram. D keçmiş zaman şəkilçisi. Keçmiş zaman şəkilçisi. Siz bu formada qeydi götürün, silib davamını yazacağım. Qeyd elədiniz, yaxınlaşda yaxın sifət, laş sifətdən feil düzəldən şəkilçi, laş. D keçmiş zaman şəkilçisi. Daha sonra səslə sözünü yazırıq. Deməli, səsdən səsləmək. Nicatı səslə tez gəlsin. Burada səs isimdir. Lə isimdən feil düzəldən şəkilçi. Bu formada səsləni cavablandırmaq olar. Daha sonra şiddətləndi. Sözün kökü şiddət, şiddətlənmək, qrammatik. Burada yazırıq şiddət isimdir, sözün kökü. Lən isimdən feil düzəldən şəkilçi. Di keçmiş zaman şəkilçisi. Bu formada cavablandırırıq. Sonra əskərlikdə sözü. Əskər kökdür, lik, leksik, qrammatik. Onu da buradan yazıram. Əskər sözün kökü. Əskər isimdir. Lik isimdən feil düzəldən. Daha doğrusu əskərlik isimdən isim düzəldən. İsim düzəldən şəkilçi. D yerlik haldır. Burada yazırıq D ismin yerlik hal şəkilçisi. Bu formada hər birini bir qeyd eləmək olar. Gəlirik yadda saxla rubrikasına. Burada yazılıb ki, el samiti ilə başlanan bəzi şəkilçilər. Samitlə bitən sözlərə
L samiti ilə başlanan şəkilçilər qoşulduqda şəkilçinin ilk samiti fərqli tələffüz olunur. Atlı, atdı, canlı, canlı, dəyərli, dəyərli, buzluq, buzduq, əskərlər, əskərlər, qızlar, qızlar, dərdləşmək, dərdləşmək, alqışlanmaq, alqışlanmaq, dənizlər, dənizlər, daşlıq, daşlıq formasında tamamilə doğrudur. B bəndində deyir, cümlələrdə səhv yazılmış sözləri müəyyən edin. Bağdan topladığımız narlardan şirə hazırlayacağıq. Burada narlardan sözü səhv yazılıb, söz yazılmalıdır narlardan formasında. Bu tələffüz formasıdır, narlardan. Quyunun dərinliyi çox idi. Dərinliyi səhv yazılıb, necə yazılmalıdır? Dərinliyi. Ayxan sədaqətli yoldaşdır. Sədaqətli yox, sədaqətli yazılmalıdır. Sədaqətli. Balığı duzlamaq lazımdır. Duzlamaq səhv yazılıb, doğru necə yazılmalıdır? Balığı duzlamaq lazımdır. Təmirdən sonra parkın ərazisi genişləndi yox, genişləndi olmalıdır. Genişləndi. Biz artıq dostlaşmışıq. Dostlaşmışıq səhvdir. Dostlaşmışıq. Bu formada yazılmalıdır. Keçirik C bəndi tapşırığına. Qruplarla iş. Tələffüz formasında verilmiş sözləri orfoqrafik normalara uyğun yazın. Nümunəyə əsasən orfoepik qaydalar tərtib edin. Baxın, bizə burada bir nümunədə verir. Qanadlı, qanadlı, şanlı, şanlı, qarlı, qarlı. L şəkilçisi qoşulduğu sözdən asılı olaraq D, R, N kimi tələffüz oluna bilər. Deməli, biz bu formada yazmalıyıq bunu. Buradan bir qeyd yeri açaq. Sözdük, sözdük x şərəklə. Deməli, bu söz yazılmalıdır necə? Birinci qrup yazaq burada da. Yazılır sözlük. Uzunluq sözü, uzunluqdur, baxın, tələffüzdə yazılmalıdır. Uzunluq. Memarlıq sözü yazılır memarlıq formasında. Fikir verirsiniz, hamısında lıqlik şəkilçisidir. Ona görə buradan yazırıq qayda. Deməli, lıq şəkilçisi, lıqlik, luqlik şəkilçisi, lıq şəkilçisi. Baxın, sözdükdə dük kimi tələffüz olundu. Uzunluqdan nux kimi, memarlıqda rıq kimi. Deməli, lıq şəkilçisi necə tələffüz oluna bilər? Dik, xışdirik. Sonra nıq, nıq, bu da x iləndir və rıq kimi. Kimi tələffüz oluna bilir. Yəni, biz tələffüz formasını doğru orfoqrafik cəhətdən yazılma qaydasını yazırıq, müəyyənləşdiririk. Sonra özümüzdən bir orfoqrafik qayda yazırıq ki, lıq şəkilçisi deməli 3 müxtəlif formada tələffüz oluna bilər. İkinci qrup buna nə yaza bilər? Eyni formada yazırıq. Baxın, hazırlamaq sözünü verir, izləmək verir, düyünləmək verir. İndi hazırlamaq sözü doğru necə yazılacaq? Onu yazırıq qarşısında. Hazırlamaq. Daha sonra izləmək sözü yazılacaq. İzləmək. Düyünləmək sözü də düyünləmək formasında yazılır. Yəni, hamısında lalə şəkilçisidir. Fikir verin, birində ra kimi hazırlamaq, o birində izləmək də kimi, digərində düyünləmək nə kimi tələffüz olunub. Ona görə biz özümüzdən qayda yazırıq bura və qeyd edirik ki, lalə şəkilçisi, yəni la şəkilçisi, bir qeyd eləyək, ra, virgül, də, yəni da, də kimi, hətta belə qeyd eləyək. Və düyünləmək, na, nə kimi və elə nə yazaq, nə kimi tələffüz olunur. Bu formada ikinci qrupun da cavablarını yazmaq olar.
Daha sonra üçüncü qrupu yazaq. Üçüncü qrup. Bu qrupda verilən sözlər cəsarətlənmək sözü yazılacaq. Cəsarətlənmək formasında. Tumarlanmaq yazılacaq. Tumarlanmaq. Və danlanmaq sözü yazılacaq. Danlanmaq formasında. Fikir verin, lən şəkilçisidir. Lən şəkilçisi. Yazaq burada qayda. Lan şəkilçisi. Necə tələffüz olunur? Dəm, vergül. O birisində ram. Üçüncüsündə isə necədir? Nam, danlanmaq. Nam kimi. Nam kimi tələffüz olunur. Və dördüncü qrupun da tapşırıqlarını qeyd eləyək. Dördüncü qrup. Fikirləşmək sözü yazılacaq. Fikirləşmək. Daha sonra sərtləşmək sözü yazılır. Sərtləşmək. Cavanlaşmaq sözü yazılacaq. Cavanlaşmaq. Yenə burada laş, ləş şəkilçisindən söhbət gedir. Biz yazırıq qayda. Laş şəkilçisi birincidə tələffüz olunub rəş kimi, rəş. İkincidə tələffüz olunub dəş kimi, yazırıq dəş. Üçüncü tələffüz olunub naş kimi, yazırıq naş. Kimi tələffüz olunur. Bu formada əslində qruplarla olan işin hər 4 qrupu olan tapşırıqların izahlarını verdim. Yəni hamısını da özünüz istəsəz qeyd edib yaza bilərsiniz. Dəyərli izləyicilər, səhifə 66 və 67-yə aid olan dərslik tapşırıqların izahlarını paylaşdım. Kanala abunə olaraq videolarımızı bəyənib paylaşmağı unutmayın. Bu videodan sonra iş dəftəri tapşırığının da izahlarını paylaşacağım. Sağ olun, növbəti izahlarda, növbəti dərslərdə görüşərik.